Allah Teala nağıl olsun diye, hikaye olsun diye bize anlatmıyor Kur'an-ı Kerim'de. Ayağınızı denk alın, o zümreye göz yummayın, itirazınızı bildirin. Vurdum duymaz olmuyor. İçtimai gınah diye şey kalkmış artık. Metroya girirsen, avtobusa binirsen, vaktiyle bir yaşlıya yer vermeyende herkes genci kınıyardı, ayıplayardı. Şimdi hiç kese hiç ne demir. Bir kişinin yaz gelmir yani. Ümumiden danışır. İstisnalar qaydan pozmur. Bir nefer dinlenmesi değil. Ümumi. Abla ayıp ölürse hamile kadın başı üstüne ayaksız durup sen oturmuşsan kadına yer ver. Kalk nenen yaşta abi şeye yer ver. Baban yaşta kişiye yer ver. Diyen kalmıyor. Ona göre içtimai gına olmadığı için de herkes bildiğini deyir. Geçenlerde bir video paylaşılmıştı. Ben ona giyim demerəm. Ona giyim demerəm. Yarıdan da çok çılpaq vəziyyətdə birisi dükkana girir kadın. Kadın qovur çıxardır. Satma buna bir şey deyir. Çıx çölə. Çıx cəmiyyətdən. Elə olması lazım. Bozukları çıxartmaq lazım çölə. Ki cəmiyyət təmizlənsin. Bugün göz yumduğun zaman sabah ailənin içine gelip girir o. Elindeki telefonla. Uşaq fərqində olmadan o küçelerde dolaşır, sonra da pozulur. Ne demiş şair? Kula bela gelmez hak yazmadıkça, hak bela yazmaz kul azmadıkça. Kulağa ezan ve güzel isim. İnşirah suresinde Allah Teala buyurur. Ey Habibim, senin şanını, ismini ezan ve ikametlerde okumakla yükseltmedik mi? Hadis-i şeriflerde Ebu Rafi radıyallahu anh anladır. Fatıma radıyallahu anh'a Ali'nin oğlu Hasan'ı dünyaya getirdiğinde Resulullah'ın onun kulağına namaz için okunan ezanı okuduğunu gördüm. Reva Ebu Davud ve Tirmizi. Yani uşaq dünyaya geldiği zaman yani yakınlarımızdan bile. Geçen bir yakınımızın uşağı olup gitmişəm ki bir 10 gün keçi vardı. Uşağın kulağına ezan ikam oxumuş. Yok, yadımızdan çıxır. Bu uşaq dünyaya gelenden sonra ne kadar kelime eşitti? Birinci ilk kelimesini sen ezan ikamı dinlet de bu uşağa. Bacarmadığınız bir şey değil ki günde 5'te 5 eşidirsiniz zaten. Uşaq dünyaya geldi mi sağ kulağına ezan okuyacaksan, sol kulağına ikame okuyacaksan ve adını söyleyeceksin. Ad da İslami adlar. Acayip adlar değil. Geleceğim. Ezan İslam'ın şuarıdır. Müslümanlığın, Allah'a kulluğun, Resuluna ümmet olmağın elanıdır. İsim bir telgindir. Efendimiz sallallahu aleyhi ve sellem bir gün bir dişi deve getirir ve onu kim sağacak diye soruşur. Bu işe talip olanlar, bu işi talep edenler iki neferin isimlerinin mürre yani acı olduğunu öğrenince onlara oturun deyir. Üçüncü nefer de adının cemre, qor halındaki ateş cemre. Qor halindeki ateş olduğunu söyleyer, ona da otur. Sonra adının Yaiş yani Yaşar olduğunu söyleyen sahabeye bu vəzifəni verir. Yani dəvəni sağmağı belə Allah Resulü Aleyhisselatü Vesselam adının ateş, acı olan kimseyi vermir. Sadə bir işdir yani, dəvəni sağmaq. Ama onu belə o adama isminin yanlış manalara gelen, ismini pis anlamlar veren kimseye vermir. Çoban yarı çılpaq vəziyyətdə zekat dəvələrini güdürmüş. Allah Resulü çağırır yanı, gel bura. Bizim için işlediğin işin karşılığı nedir? Yani indiye kadar işlediğin işin maaşı nedir?
Adam qovulacağını anlayıb, deyir ki, bir yanlış mı elədik? Yox, bizim yani işçilərimizin heyvanlarımıza baxanın belə ədəbli olmasını istəyirik. Yarı çılpaq vəziyyətdə sən dəvələr güdürsən, uyğun deyil. Allah pulu yaxşı olsa. Dəvə güdmək çox anlıq, heç bir şey. Cəmiyyətdə heç bir şey qəbul edilir, amma elə deyil. Onda belə əxlaq normalarına riayət etməsi lazım. Bəzən deyirlər, heç kəs görmür. Heç kəs görməyən də, heç kəsin olmadığı yerdə. Allah həya edilməyə hər kəsdən daha çox layiqdir. Allah həya edilməyə insanlardan və kimsələrdən daha çox layiqdir. İsim müsəmma münasibəti. Dünyaya gözlərini açan övladın qulağına ilk olaraq əzan oxunması ona ruhaniyyət aşlayacaqdır. Yəni, ruhaniyyət peyvəndini vurmuş olursan sən o zaman. Uşaqlara ruhaniyyət təlqin edəcək gözəl isimlər vermək lazımdır. Çünki isim müsəmmanı çəkər. Resulullah sallallahu aleyhi ve sellem Efendimiz belə buyurur. Allahın ən gözəl, Allahın ən çox sevdiyi isimlər Abdullah və Abdurrahmandır. Rəvah Müslim və Tirmizi. Allah Teala ən çox sevdiyi isimlər neymiş? Abdullah və Abdurrahman. Sizlər qiyamət günü isimlərinizlə və atalarınızın isimləri ilə çağırılacaqsınız. Elə isə isimlərinizi gözəl qoyun. Rəvah Əbu Davud. İnsanoğlu ahirətdə öz və atasının adıyla. Filankəs oğlu filankəs. Gözəl ad qoymaq lazımdır ki, orada da adam utanmasın. Günümüzdə təəssüf ki, övladlara heç bir mənəvi tədayisi, çağrışımı olmayan, mənasız, sərt isimlər verənlər olur. Bəzən heç mənası düşünülmədən ismin fonetikası xoşa gəlir deyə bəyənilir. Belə isimləri qoymamaq lazım. Məsələn, hicran adı. Hicran deyə ad qoyurlar. Ayrılıq mənasına gəlir. Hicran. Aleyna ismi qoyulur. Nədir aleyna? Üzərimizə deməkdir. Yəni, ədad və zəmir. Qaya, ateş, alov, günəş. Bunlar həm sərt, yandırıcı isimlər, həm də bir mənəviyyatı və ruhaniyyəti yox. İsim qoyarkən tarixdən başda Peyğəmbərimizin isim və sifətləri olmaq üzrə bir Peyğəmbər, səhabə, haqq dostu, Rabbani bir alim və ya ixlaslı bir mücahid zatın ismi qoyula bilir. Uşaq adını aldığı o şəxsiyyəti özünə nümunə alır. Onun kimi olmağa qeyrət edər. Sovet hökumət dövründə Sovet adı qoyurdular. Nə qədər acı. Kombayn. Traktor. Yəni, bu qədər bizim tariximizdə gözəl insanlar varkən biz niyə gedək Sovetdən, Movetdən yapışaq? Allah. Yəni, uşaq kimin adını daşıyırsa ona bənzəməyə çalışır. Dini gözəl sifətlər isim ola bilər. Salih, saliha. Arif, arifə. Şəfqət, mərhəmət, nur, şifa, furqan və başqaları. Yenə gözəl uxrəvi, ruhani, mənəvi tədailər olan mələk, cənnət, firdövs, sündüz, reyyan kimi mənəviyyatlı isimlər övlada daima mənəvi aləmi xatırladırlar. Əsma-ı Hüsnadan birinə, yəni Allahın gözəl isimlərdən birinə abd izafəti ilə meydana gələn isimlər də sünnəyə uyğun gözəl bir tərcih olacaqdır. Məsələn, Abdullah, Abdurrahman, Abdüssəməd, Abdülvahid, Abdülhamid kimi. Şair Baki deyir, gül gülsə daim, ağlasa bülbül acəb de gül. Zira kiminə ağla, demişlər kiminə gül.
Aleyhisselam. Övlad sevinci. Furqan suresi 74. ayette. Ve o sadık kullar belə deyərlər. Belə niyaz edərlər. Rəbbimiz bizə gözümüzü aydınladacaq eşlər və zürriyyətlər bağışla və bizi takva sahiblərinə öndər qıl. Ayşə radiyallahu anhə anamız nəql edir. Yeni doğulan uşaqlar Resulullah'a getirilir. O sallallahu aleyhi ve sellem de uşaqlara mübarək olması üçün dua eder. Tahnikdə bulunurdu. Tahnik demək, xurmanı ağzında əzib, parmağı ucundan uşağın damağına sürtmək və yaxud da balı uşağın damağına sürtmək. Bu sünnəyə uyğundur və tibbi yöndən çox faydalar varmış. Sevinərkən təfəkkür. Amak-ı Hayal adlı əsərində Filibeli Ahmet Hilmi Efendi bu təfəkkür etdirici səhnəyə yer vermişdir. Məczup bir zat olan, məczup bəziləri aklını oynatmış deyir, yəni dəli deyirlər. Amma həqiqətdə Arif-i Billah olan şəxslər, yəni məczup bir göründü zat, Aynalı baba bir pişik balasının doğulması səbəbilə şənlik etmək istər. Hekayədə təhsilli bir gənci təmsil edən Raci buna heyrət edib hikmətini soruşunca bu cavab verir. İndi sənə desəm ki, filan yerin kralının bir oğlu dünyaya gəlmiş, xalq şənlik edir. Bu sözlərə heç çaşmaz, hətta gayet normal görəcəksən. Amma bir dəfə düşün, ilk olaraq, uşağın yaşayıb yaşamayacağı bəlli deyil. İkinci olaraq, yaxşı bir adam olub olmayacağı da bəlli deyil. Üçüncü olaraq, insan olduğu üçün yaxşıdan çox pisə yönələcəyi çox güclü bir ehtimal. Dördüncü olaraq, kral oğlu olduğu üçün kibirli, baskıcı, məncil və biraz cahil olması da gözlənir. İndi bu sifətlərə sahib olan bir uşaq üçün şənlik edilməsinə səs çıxarmazkən, bir pişik balasının dünyaya gəlişi iki kişinin dəmi sevincinə dəyməz. Demək ki, ana-atalar üçün ən mühüm xüsus övladlarının ilahi bir əmanət olduğunu heç bir zaman unutmayıb, onları Cenab-ı Hakk'a güzel bir kul olarak yetiştirmeye gayret sərf etmektir. Yani Allah'ın bir emaneti bu evlatlar bize. Allah'ın bir emaneti. Cenab-ı Hakk'ın lütfuyla bir evlat dünyaya getirildiğinde analar tebrik edilir, hediyeler verilir. Fakat bu hayırlı evlat mı olacak yoksa hayırsız mı düşünülmez. Elbette evlatlarımız dünyaya gelince fitri bir sevgi ve şefkat ile sevineceğiz. Fakat onun mesuliyeti de bizleri düşündürmeli ve gayrete getirmelidir. Sevinci infak ile tescil, yani desteklemek. Resulullah sallallahu aleyhi ve sellem oğlu İbrahim doğulduğunda çok sevinmiş, onu kucağına alıp Hazreti Ayşe radiyallahu anh'a apararak buna bir bax, necə mənə bənzəyirmi deyə sevincini ortaya koymuştur. İbrahim'in doğum xəbərini gətirən Əbu Rafi radiyallahu anh'a da bir kölə bağışlamıştır. Yani muştuluq. Doğumunun 7. günündə əqiqə qurbanı olarak bir qoç kəsmiş, başını təraş ettirib, saçının ağırlığınca gümüşü yoksullara paylamıştır. Efendimiz sallallahu aleyhi ve sellem belə buyururlar. Her uşaq əqiqəsi qarşılığında rehindir, yani gilovdur. 7. gün onun için qurban kesilir, başı təraş edilir ve ismi verilir. Rəvah Nesai. Abdullah İbn Abbas radiyallahu anhuma belə nəql edir. Resulullah sallallahu aleyhi ve sellem Efendimiz nəvələri Həzreti Həsən və Həzreti Hüseyin üçün əqiqə olarak bir koyun qurban etdi. Rəvah Ebu Davud.